cümleden bir neçə gün bundan əvvəl möminlər əmiri, Amid Əmir Əl-Müminin əleyhisselamla Allah'ın şiri, elm qapısının, elm şəhərin qapısı olan, Peyğəmbərin xəlifəsi olan İmam Əli əleyhisselamla hanımlar hanımı, ümmətin anası hanım Fatime Sallallahu Aleyhanın bir neçə gün bundan qabaq evləndikləri günüdür. 1400'e yakın saat bu günü qeyd edir. Ona göre de bir an beri Allah'a, öz cəsəlalına, dərgahının böyük hürməti var. Məhəbbətin uçsa batı qurdu, əlbir hürmət qatına. Həzreti Peyğəmbər Məhəmməd sallallahu aleyhi ve sellemlə, Həzreti Xədicə aleyhisselamın izdivatı bərəkətinə, xanım Əmir Əleyhisselamla, xanım Zəhra sallallahu izdivatı bərəkətinə, görüncü bu izdivacı bərəkətin nümanə etsin, bu ailənin dünya vaxtı xoşbəxtlərindən qərar versin. Ona görə də mən istəyirəm ki, qardaşımıza Əleyhisselamın haqqında yazılmış, Əleyhisselamın keçmiş, dövrü gələcək haqqındaki xəbərlər, xütbələr, möcələr, nəsihətləri, döyüşdə əvvəl və döyüş var və döyüşdən sonra istəyir, möcələr haqqında yazılmış, təfsir bərabər çaldı, bunu qardaşıma hədiyyə edirəm ki, en azından Əleyhisselamın biraz da yaxından tanımasının köməkdir. İkinci kitabım Analar Anası, Hanımlar Hanımı. Allah o anamızın çabasınlar. Peygamberin Fatime Sallallahu hakkında kitabdır. Yer anamız Zehra'nı tanımadan ötürü bir bazı çıkmalar bizim yolumuzdan. Mübarem bir 10-15'le Azerbaycanlı Müslüman Şii akidesinde olan Sadə Nəsədin Tusini Tərtib Əl-İrşad kitabıdır. Əhli deyir ki onlar